Bismillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Ən birinci, Allahın nemətlərinə şükürlər olsun. Verdiyi bütün nemətlərinə Allaha şükürlər olsun. Allah Teala bizə böyük nemətlər verib. Və Ramazana sağ-salamat çatdıq və əlhamdülillah yerinə yetiririk Allahın iznində. Bunlar hamısı böyük nemətdir və rahatlıqla gedir. Ramazan, şükür əminamanlığımız var. Əminamanlıq olan yerdə rahatlıq olur. Orucda tutmaq, iftar süfrələri, Allahı zikr eləmək məclisləri. Bunlar hamısı əminamanlıq olandan sonra olur. Yoxsa əminamanlıq pozularsa, o da olmaz. Allah Teala bunlar hamısı böyük nemətli, bunları bizə bəxş eləyib və Allaha çoxlu şükürlər olsun. Sonra, sevimli qardaşlar, insanda ən birinci qəlb oyanmalıdır, qəlb duymalıdır, qəlb başa düşməlidir. Yox, əgər qəlb doğru düzgün olmazsa, saf olmazsa, daşa dönərsə, artıq onda heç bir fayda olmaz. İnsan nə qədər istəyir güclü olsun, nə qədər istəyir savadlı olsun, nə qədər istəyir başqa şeylər olsun, əgər onun qəlbi yumşaq, onun qəlbi nəsihət qəbul edən, onun qəlbi Allahdan qorxusu yoxdursa, o qəlbdə, o insanda ümumiyyətlə xeyr ola bilməz heç vaxt. Necə ki, bunu tarixdə görürük, Quranda da bizə qıssalar, hekayələr var bu barədə və ona görə də biz həmişə çalışırıq ki, birinci, insanın qəlbi, ruhu düz olsun, təmiz olsun və o daşa dönməsin. Necə ki, Allah Teala Quranda buyurur ki, onların qəlbi sonra daşa döndü. Bəzi daşlar var ki, onlardan bulaqlar, çaylar axır. Bəzi daşlar var ki, Allahdan qorxusundan parça-parça olur. Nəyə görə? Çünki onların da özünə görə duyğusu var. Özünə görə anlamaqları var. Amma insan övladının qəlbi daşa dönərsə, bütün xeyirlərdən məhrum olar və başqalarını da məhrum eləyər. Və ona görə biz həmişə çalışırıq ki, etiqadi məsələlərdə də, əxlaqi məsələlərdə də çalışırıq ki, insan qəlbi təlatümə gəlsin, qəlbi duysun, qəlbi başa düşsün. Yox, əgərlər onun qəlbi başa düşməsə, nə qədər istəyir, Quran hafızı olsun. Bu da baxsan görərsən ki, müsəlman ölkələrində Quran hafızı çoxdur. Amma Quranında nə yazıldığını bilmir, nə də əməlləmir. Bu, o deməkdir ki, insanın qəlbinə keçməyib o Quran. Onun nəyə görə nazil olduğunu bilmir. Allah Subhanahu Teala buyurur ki, Ələm ya'nillezine amanu en təxşə'a qulubuhum li zikrillahi və ma nazala minəl haqq və la yekunu kəllezine utul kitabe min qabl fətale aleyhimul əmədu qasat qulubuhum və kəthirun minhum fasiqun i'lemu ennallaha yuhyil arda ba'de mevtiha qad beyyənna lekum el-ayati leallekum ta'qilun. Allah Subhanahu Teala Hədis surəsinin 16-cı ayəsində buyurur ki, möminlərə deyir ki, Allah Teala buyurur ki, Allah Teala kitab nazil edib, Allahı zikr eləməklə, Allaha, Qurana iman gətirməklə, Quranı oxuyub başa düşməklə, qəlblər yumşalan vaxt deyilmi artıq? Və misal üçün də sizdən qabaqkilərə deyir, kitab verdi. Onlar çox uzun yaşadılar, uzun sürə. Ondan faydalanmadılar, onu başa düşmədilər, onu əməl etmədilər, tərk elədilər və onların deyir, qəlbləri daşa döndü və kəthirun minhum fasiqun. Sonra deyir, fasiqlər oldular, günahkarlar oldular. Allah Teala bu ayətdə nə demək istəyir? Baxın, bizə nəsihət verir. Əvvəlkiləri misal gətirdi bizə. Allah Teala onlara kitab verdi, hikmət verdi. Və onlar onu tərk elədilər. Uzun müddət, çox yaşadılar, uzun müddət ona qayıtmadılar. Və qəlbləri daşa döndü və sizin də misal gətirik, sizin də əgər tərk eləsəniz və ona baxmasanız, başa düşməsəniz, əməl etməsəniz, sizin də qəlbləriniz daşa dönəcəkdir. Və bugün görürsən ki, Allah Teala bizə o neməti verib
və əmin-amanlıqdır, məscidlərin açılmasıdır, məsələn, dəvətin olmasıdır, Quranın çap olması, tərcümənin əlimizdə olması, Quranın əlimizdə olması, elm əhlinin olması, bunlar hamısı böyük nemətlərdir. Və bizdən qabaq da Allah Teala çoxsuna nemət vermişdi. Bəziləri var ki, Allah Teala onları seçmişdi, ən xeyirli ümmət eləmişdi. Və sonra Allah Teala onlara lənət elədi. Və hər 100 ildə onlara cəza verən birisini göndərəcəkdi. Nə üçün? Səbəb, çünki Allah Teala'nın nemətlərinə həmçinin elədilər, küfr elədilər. Və onları misal gətirdi, yəni onların qəlbləri daşa döndü, çox yaşadılar, uzun müddət tərk elədilər. Və sizin də artıq əlinizdədir Quran-ı Kərim. Bu din, Allah Teala möhlət verir, bunlar hamısı möhlətdir bizim üçün, ömür. Yəni, siz vaxt deyilmi qayıtmaq artıq? Tövbə eləyib, fikirləşmək, dayanmaq, bir durmaq lazımdır ki, nə üçün biz yaranmışıq və nə üçün bu Quran gəlib. Və sonra Allah Teala ayətin axırında "E'lemu ennallaha yuhyil arda ba'da mawtiha. Qad bayyana lekumul ayati la'allakum ta'qilun." Bilin ki, Allah Teala yeri öldükdən sonra diriltir yenidən. Və sizə ayətlərimizi bu cür izah edirik ki, bəlkə anlayasınız, başa düşəsiniz. Həmin ayətin ardında görün nə yazıldı, Allah Subhanahu nə buyurdu? Yəni, e'ləmu, bilin ki, yəni görün ki, yəni hər dəfə görürük, Allah Teala, indi məsələn yaz gəlir, görürsünüz ağaclarda artıq təbiətdə canlanma var. Yəni, bunlar hamısı insan üçün misaldır. Allah Teala bunları bizə misal göndərir. Və nədir? O yağışlarla, Allahın əmri iləndir və yağışla yenidən nə olur? Yer canlanır və insanın da qəlbi Allahın vəhiyi ilə canlanır. Yəni dünya, yer yağışla, Allah Teala yağış göndərir, ondan bərəkət göndərir və yer yaşıllaşır, təbiət ayılır, ağaclar, sular, hamısı canlanır, hər şey. Və qəlbin də canlanması üçün nədir? Allah Teala bizə vəhiy göndərir, Quran göndərir, Peyğəmbər göndərir, zikir göndərir və misal gətirdi. Və ona görə də hər birimiz çalışmalıyıq ki, Allah Teala'nın ayətlərindən qəlbimiz dirilsin, qəlbimiz canlansın. Və Rasulullah sallallahu aleyhi və səlləmin hədisində buyurur ki, Allah Teala məni elmlə, hidayətlə göndərir. Və elə bil ki, elə bir yerdir ki, yəni nəyə bənzətir? Allah Teala Rəsulu da deyir, elə bir yerdir ki, məsələn, orada çuxurlar var, quraqlı olan yerdir də, və orada yağış yağır və gözəl bitkilər bitilir orada. Yəni, Rasulullah sallallahu aleyhi ve sellem gəlməsi ona bənzəyir. Və o insanlar yerdə nədir? Daha yaxşıdır. Bəzi yerlər var ki, yəni su tutur yaxşı əmələ gətirir, yaxşı torpaqdan çıxardır bitkilərin və növ məsələn, təbiətdə nələr bilsə onları. Elə yer var ki, qəbul eləmir və eləsi də var ki, elə bir çuxurdur, heç bir yer, yəni yağış ona təsir eləmir, heç bir şey bitirmir və heç bir şey almır və insan da elədir. Və insan da, bəzi insanlar var ki, bunu doğru düzgün başa düşür, doğru düzgün qiymətləndirir və Rasulullah sallallahu aleyhi ve sellemin gətirdiyi Quranı, yəni hidayət yolun doğru düzgün anlayır və ondan əməl eləyir, xeyir işlər görür, gözəl bir insan olur, əxlaqı düzəlir, əqidəsi düzəlir, yolu düzəlir, fikirləri düzəlir. Yəni o elə bir ki, onun qəlbinə o vəhiy, Allahın və Rəsulunun gətirdiyi bu, göndərdiyi, gətirdiyi insana təsir edir. Və həmin torpağa bənzətdi, həmin bitkilərə bənzətdi Rasulullah sallallahu aleyhi ve sellem. Və həmçinin insanlar da, yəni nətər ki, yaxşı torpaq olub, qəbul eləyir və nətər ki, yəni yaxşı torpaq olmur, yağış yağsa da ona təsir eləmir. Yəni, zikr olunan da insanlara təsir eləmirsə, qəlbləri təlatümə gəlmirsə, artıq nədir? O həmin torpağa bənzədir ki, fayda vermir, heç kəsə də fayda vermir. Özü də faydalanmır, başqalarına da fayda vermir. Amma mömin
Gerək birinci özü faydalansın. Özünün qəlbi dirilsin. Onun qəlbi dirilərsə, artıq nədir? O, başqalarına da fayda verir. Özü üçün faydalı olduğu kimi. Və həmçinin qəlblər də bir neçə cür olur. Onlardan bəziləri həmin bu hədis-i şərifdə, onlar odur ki, həm torpaq özü götürür, yəni suyu və həm bitirir, torpaqdan nələrsə çıxır, başqalarına da fayda verir. Bunlar kimlərdir? Bunlar möminlərdir. Bunlar elmdə oturuşanlardır. Elmi, dini düzgün başa düşənlərdir. Rasulullah sallallahu aleyhi ve sellem gözəl insanların yaşadığı, gördüyü şeylərlə başa salırdı. İnsanlar doğru düzgün anlasınlar, başa düşsünlər. Yəni bu ən gözəl insandır. Yəni ən gözəl torpaqdır, elə bir ki, qəbul eləyir. Həm özü faydalanır, həm başqalarına da fayda verir və başqalarından faydalanır. İkincisi odur ki, o kəslərdir ki, onlar yəni götürürlər, elmi də götürürlər, hədis də əzbərlilər, Quran da əzbərlilər, amma başqalarına çox fayda verə bilmirlər birinci kimi. Bunlar da yaxşı insanlardır. Amma ikinci qism insan var ki, onlar heç bir fayda götürmürlər, anlamırlar və heç kəsə də bir fayda vermirlər. Nətər ki, faydasız bir torpaq kimi, yəni insanlara əksinə zərər verən şeylər bitər orada, tikanlar insanlara əziyyət versin və o insanlar da o hidayətdən, o vəhiydən doğru düzgün istifadə etmədiklərinə görə nədir? Heç bir fayda vermir və onlar da şər insanlardır, təhlükəli insanlardır və qəlbin dirilməsi nədir? İnsana fayda verir və həmçinin başqalarına alır. Və ona görə də Rasulullah sallallahu aleyhi və səlləmin bir hədisin demək istəyərdim sonda və deyir ki, insanın cəsədində bir üzv var ki, həmin üzv sağlam olarsa, bütün cəsəd sağlam olar. Həmin üzv xəstə olarsa, bütün cəsəd xəstə olar. O da qəlbdir. İnsanın qəlbidir. Qəlb tez çevrilir özdə. Yarpaqdan bir meh əsəndə tərpəndiyi kimi, çevrilən kimi çevrilir. Qəlb sözü hələ çevrilmək deməkdir. Tez-tez çevrildiyinə görə bu adı alır. Nətər ki, dünya. Dünya nədir? Dünya sözü dana sözündəndir. Yəni ki, aşağı, zəlil. Dünya o mənada gedir. Yəni, ərəb dilində bunlar yəni, bu cür götürülür, mənasından götürülür. Dünya sözünün mənası, yəni dünyanın heç bir dəyəri, heç bir qiyməti yoxdur. Dünyadan heç kəs heç nə apara da bilmir. Onların yəni, artıq şeylər yıxsa, onlardan heç bir faydalana bilmir. Ancaq yəni, bir dənə yol var insan üçün, Allahın qoyduğu yol, onunla yaşayır. Nə cür əmr eləyib, bu dünyada qonaq kimidir, müəyyən bir vaxta kimi gəlib və orada yəni, öz əxlaqla, ədəblə, imanla yaşayır. Bəzisi gəlir, qonaq gəlib elə bir ki, sındırıb, yıxıb, dağıdıb, bir şeylib çıxıb gedir. Yəni, onsuz da nədir, bu dünyada heç kəs əbədi qalmır fikrinlə. Amma sən öz apardığı şey nə olur onun? Etdiyi mərdimazarlığına görə, etdiyi pisliklərinə görə günahla gedir. Amma bəzisi nədir? Savabla gedir. Ona görə də qəlbin dirilməsi mühümdür hər birimizdə. Qəlb ayət oxunanda təlatümə gəlməlidir. Allahdan danışanda qorxmalıdır. Və hər bir işi görəndə, addım atanda, istəyir ibadətlərdə, birinci, istəyir etiqadi məsələlərdə, istəyir əxlaqi məsələlərdə, istəyir müamilələrdə insanlarla, istəyir dəvətdə, hər bir şeydə gərək fikirləşməlidir ki, o addıma görə cavab verəcək. Amma qəlb daşa dönəndə onları heç nə istəmir. Artıq qəlb daşa dönüb, o daşa dönən qəlb də elə bilmə ki, ona heç nə yazılmır. Yox, artıq o pis şeyləri, pis işləri əmr eləyir, pis işləri görür və başqalarına onu örnək verir. Ona görə də inşallah biz də çalışmalıyıq ki, qəlbimizin doğru, dürüst olması vəhiydən gəlir, yəni Qurandan keçir, imandan keçir, dindən keçir, Rasulullah sallallahu aleyhi ve sellemin gətirdiyi yoldan keçir. Və ona görə də xatırlatdım ki, xatırlatma möminlərə fayda verir və Allah razı olsun, Allah sizə bərəkət versin, axsaqalımıza da Allah qorusun, kömək olsun və Allah subhanahu teala xəstələrimizə şəfa versin. Sıxıntıda olan bütün müsəlmanlara Allah teala kömək olsun. Allah teala ölkəmizi əmin, aman içərisində etsin. Allah teala düşmənlərimizi məhv eləsin.
Allah Teala onları qarşımızda diz çöktürsün. Allah Teala əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun. Allah Teala ölkəmizin, hamımızın əmin-amanlığın qoruyanları qorusun. Və Allah Teala ölkə başçımızı qorusun, ona sağlamlıq versin. Və ona haqq üzərində etsin, haqqın carçısı etsin. Bütün görüşlərin xeyirli etsin, həmişə qalib olsun. Və həmçinin sıxıntıda olanlara Allah yardım eləsin. Və Allah Teala bizi xəstəliklərdən, bəlalardan qorusun. Allah Teala ruzimizi bol, bərəkətli, halal, rahat etsin. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah bizə həmişə xeyir, bərəkət qapıları açsın. Allah Teala eşidən, bilən, görən, duaları qəbul edəndir. Subhanək Allahumma və bihamdik nəşədən la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyik. Allah razı olsun, barakallahu fikum.